Salam, xoş gördük sizi hər birinizi, dəyərli dostlar, dəyərli izləyicilər. Hər dəfə olduğu kimi maraqlı müsahibələrlə sizin qarşınıza çıxırıq. Bu dəfəki müsahibimiz ekstrasen bioenergetik Habil bəydir. İnsanlar vardı ki, öz övladlarının taleyindən narahatdılar. Bildirirlər ki, yəni oğlum evlənmir, qızım ailə həyatı qura bilmir və belə insanlar da var. Və üst tuturlar ekstrasenslərə, bəxtlərin açılmasından bağlı, yolların açılmasından bağlı. Sizə belə müraciət edən insanlar varmı? Vardısa siz onlara necə kömək edə bilirsiniz? Bəli, belə bu sahədə belə bir şey var. Mən məsələn insanın gözünün içinə baxıram, gözünün içi ilə deyirəm, onun bağlılığı, nə problemi var, onu həll edirəm və yaxud da lazım olanda da Allah bir güc də verib, telefon vasitəsilə də görüntü ilə o əməli də təmizləyirəm, bəxtini də görürəm və yenə deyəm, bu sahədə neçə ildir, bir 15 ildən çoxdur, hələ problemi çıxan olmuyor, narazılıq olan olmuyor. Yəni siz bildirirsiniz ki, siz elə insanlar sizə müraciət edəndə siz onun gözlərindən baxırsınız və onun həyatını oxuyursunuz. Bəli. Və onda hansı problem vardısa onlara deyirsiniz. Və köməkləməsi necə olur? Köməyim çatır. Allah Teala hansı köməyə iz verir, onu da eləyirəm.